Ürək dayanmasından sağ çıxan 70 xəstə üzərində aparılan təhlillər şüurun müasir elmi anlayışına və onun bioloji proseslərlə əlaqəsinə meydan oxuyan hadisələr üzə çıxarıb. Yeniavaz.com xəbər verir ki, Hollandiya Nevrologiya İnstitutunun alimləri insanın ölümə yaxın təcrübəsini tədqiq edərək şüurun kliniki ölümdən sonra da mövcud ola biləcəyi qənaətinə gəliblər. Həmin təhlillərə nümunə olaraq Stanford Tibb Mərkəzində bir beyin anevrizması xəstəsinin ürək tutmasından sonra rəsmi olaraq öldüyü elan edilib. Lakin 34 dəqiqə sonra o heç bir tibbi müdaxilə olmadan birdən həyat əlamətləri göstərib. Tədqiqatçılar qeyd ediblər ki, reanimasiyadan 72 saat sonra bu xəstə kliniki ölüm anında əməliyyat otağında baş verən hadisələrin təfərrüatlarını dəqiq şəkildə canlandıra bilib. O cərrahların əməliyyatlarının dəqiq vaxtını 2%-dən az səhvlə qeyd edib. Monitorları söndürərkən tibb bacısının daxil etdiyi məktubun mətnini təkrarlayıb. Həmçinin anestezioloqlar arasında defibrillatorun dəyişdirilməsi ilə bağlı söhbəti təsvir edib. Xəstənin huşunu itirməsindən sonra meydana gələn araşdırmaya rəhbərlik edən doktor Martin Van der Linden bu cür məlumatların qalıq beyin fəaliyyəti ilə izah edilə bilməyəcəyini vurğulayıb. Tədqiqat zamanı iştirakçıların 89%-i EEG aktivliyi olmadıqda alınan məlumatları xatırlaya bilib və 63% hallarda onların təsvirləri əməliyyat otağının videosuna uyğun gəlib. Stanford Tibb Mərkəzinin biotika professoru Emily Kraus bu təhlillərdən ölümdən sonrakı həyatın varlığı haqqında nəticə çıxarmağa qarşı xəbərdarlıq edib. O, əldə edilən məlumatların şərhində ehtiyatlı olmağın vacibliyini vurğulayaraq bu araşdırmanın hələ də əlavə sınaq və təhlillər tələb etdiyini vurğulayıb.